Salam hər kəsə, mən Hüseyin Salmanov. Bugün yemək videosuyla yox, çox maraqlı bir video ilə qarşınızdayım. Kamp videosundan. Çoxdan dediniz kamp videosu gəlsin, rəylərdə yazırdınız. Artıq gəlmişik. Başdan çox uzaqda deyilib Bilgə Dasnikdəyik. Kamp quracağıq. Bugün burada qalmağı planlayırıq. Maraqlı olacaq, izləmədə qalın. Başlayaq çadırımızı da qurmağa. Çadırımız 12 nəfərlikdir. Hardasa 12 kvadratdır. 4-cü 12 kvadratdır. İnşallah ki, qura biləcək. Çadırımız hazırdır. Belə girsən içində özü hazır olur. Biz dəmirləri var. Dəmirlərin yığmalıyıq. Bunu belə dəmiri açırıq. Salırıq bu sarıq xəttin içindən. Bu üst tərəfidir. Keçirik belə içindən ki, saxlasın. Birinci diaqronal olan hissələri salırıq. Ondan sonra ortanı salırıq. Burası çox belə interesli bir şeydir. Quraşdırdıq, qutardı, bir saat oldu, amma dənizdə kim var gəldi köməyə, yəni tək eləyə bilmədi. İkinci dəfə idi quraşdım, bir dəfə də yoxlamaq üçün quraşdırmışdım, amma belə iplərə falan vurmamışdım. Ona görə çətin oldu. Növbəti səfər fikirləşəm ki, daha asan olur, amma şişmə çadır olsa daha yaxşıdır ki, şişirtdim, hazırdır. Bu biraz yəni bayağı bir vaxt alır, adamın vaxtını aparır. İndi içini keçir yavaş-yavaş doldurmağa maraqlı olacaq. Hal-hazırda çadırın içindən çəkirəm kadrı. Çox maraqlı, çox gözəl mənzərəmiz var. Amma çadırın içi çox gözəldir. Mənzərə də göstərəcəm. Gün batına yaxındır. Amma gözləyir. Biraz səbirli olun, hamısını göstərəcəm. Axır ki, çadırı yekunlaşdırdıq, qurduq, qutardıq. Göstərim, belədir. Bu vəziyyətdə. 12 kvadratda 6 nəfərlik nəzərdə tutub, böyük çadırdır. Ön hissəsi də belədir. Bu da Tural müəllimdir, bizim qonağımızdır. Bu bizim su çənimizdir. Buradan açırıq. Su gəlir, əlimizi yumaq üçün bağlayırıq. Çox lazımlı bir şeydir. Bu bizim manqalımızdır, kömür qoyacağıq. Bu bizim işığımızdır. Gecə çox gözəl görsənəcək, işıqlarımız hələ çoxdur. Çətirimizdir. Belə bir maraqlı mənzərə var, arxamı göstərim. Gün batımıdır, gün biraz onlara batıbdır. İndi keçək çadırın içinə sizləri tanış edeyim. Masalarımız, oturacaqlarımız 4 dənədir. İkisini içəriyə qoymuşuq. Burada bizim belə bir termosumuz var. İçində qarpızdır, qovundur, doğranmış vəziyyətdə. Bu buz qoymuşuq ki, soyuq qalsın. Bu bizi bir gün belə saxlayır. 24 saat saxlayacaq sərin. Burada zakuskanın təbii ki, məzələridir. Zakuskasız olmaz. Zakuskada aşağı taq edəcəm. Baxa bilərsiniz, Mərdəkan filialı da var. Hissəsi oradan alır. Burada da bizim içkilərimizdir. Yenə də buzlar da evdən doldurmuş vəziyyət gətirdim ki, bunlar içməlidir. Burada da eyni şəkildə bizim içkilərimizdir, buzlarımızdır. Bunu açım sizə göstərim. Bunlar hamısı termosdur, yəni soyuq saxlayır. Burada yenə qovundur, yeməklərdir, içkilərdir. Bunlar buzlardır, sərin saxlayır. Pivələrimizdir. Burada quru qidalarımızı saxlamışıq. Deyək ki, soslardır falan da duzlu üstü yoxdur. Və keçid edirik. Burada belə bir masamız var. 10 manat almışıq, çox ucuzdur. Bravodan ala bilərsiniz, bazar storedan ala bilərsiniz. 10 manat almışıq. Bu bizim qazlarımızdır. Tavalarımızdır, yerləşdirilmişik. Bizim digər masamızdır. Burada bizim tavalarımız və xalçalarımızdır və burada belədir. Belə düzəltmişik, xalçadır, divandır. Bu divan Intex'indir, artısı 160 manat falan almışıq. Bu açılır, kravat olur, çox yaxşı bir şeydir əslində və bayağı bir böyükdür. Burada 3 nəfər falan rahat yata da bilər, 3 nəfər rahat otura da bilər. Çox maraqlı yerdir. Balığımızı pişirəcəyik qəşəng manqalda, mənzərə super. Həqiqətən və bizim kimi orada çox adamlar var, görürsünüz kamp edirlər, çadır qururlar. Maşınımızı da orada saxlamışıq, yəni yaxındır, amma get-gəl adam çox yorulur. Acımdan ölürəm, yeməyimizi bir türlü yeyə bilməmişik, başlayaq balıq pişirməyə. Kömürlərimizi qoyaq, manqalımızı xotlayaq. Qazımızı da hazırlayaq, qoşaq belə bir balonlardır. 3 manat 40 qəpik almışam. Qazın özündə buradan açırsan, qaz gələcək. Buradan yanından bassan yanmalı oldu. Biraz açsam. Partlayır, bum. Tavamızı da yuyaq. Abam üzümlər
dərisini deyir ki, dərisini də yeyəcək. Amma bu sümükləri var, ehtiyatlı olun, əlinizi kəsməsin. Biri. Çox ucuz və keyfiyyətsiz olduğuna görə saxlamadı, düşdü yerə. Ona ancaq yerdə. Altına bir hündür bir şey qoya bilsə, əlimə balıqlarımızı qoyaq. Buraya yəqin ki, 2 dənəsi ancaq yerləşər. Bir. Belə? Yağ tökürük. Biraz qazımızı xod verək. Balıqlarımıza, səsə bax. Səsə bax. Səsə bax, səsə. Işıqlarımız bir dənə işıq burada. İşıq burada. Əsas mənzərə önümüzdədir. Dəniz. Xəzər dənizi. Günəş batımı. Bunun bir də gün çıxımı var. Səhər-səhər gün çıxanda, sakitçilik. Çadırdan çıxırsan, gözü ova, nə belə gözü atsın, baxsan mənzərə. Bu da kampımız, çadırımız, daha doğrusu kamp deməyək, nə də gözəl görsənir. İşıqlar, hələ işıqların hamısını qoymamışıq. Biraz gez gəldik deyə. Burada balıqlarımız da tüstülür. Balıqlarımız pişdi, yanmamış götürək. Kıvamındadır. Yanmıyor bax, qızarıb. Balığın pişirəni. Bunlar bizim yağda olan balıqlarımızın, keçili manqolda olan götürək. Bunu elə bil biraz da pişirmək olar. Ben fırladım bu tərəfini. Bu yanıb. Balığın pişirəni. Bir də rənginə baxın burada, pişməyinə baxın. Mangaldan qalan közlərimizi indi od düzəldəcək burada. Deməli, saat neçədir? 12-nin yarısıdır. Burada bayağı bir külək var və üşüyürük, hava soyuqdur. Səhər çox möhtəşəm olacaq, çünki gün doğumuna baxacağıq. Ona görə izləmədə qalın. Videoda bəyənməyi, like eləməyi də unutmayın. Təz videoların, kamp videoların gəlməsini istəyirsə, daha çox çəkməyə çalışacağım. İndi hələ ki başlamışıq. Xəzər dənizindən, yəni yaxından başlamışıq. Ola bilər rayonlara da gedək. Salaq söylə. Gedək söylə. Bizim çadırımız, arkada bizim maşınımız. Bir də binəyə girək suya. Yatamamışam axşam. Niyə yatamamışam? Çünki saat kamp yeri vardı. Orada hardasa 10-15 dənə kamp yeri var. Gələrsən orada qalırsan. Saat 2-yə qədər, 1-ə qədər falan hardasa DJ orada çıxdı. 10 səsi imkan vermədi. Ondan sonra, birdən sonra qaqaşlar, bəzi qaqaşlar buradan mahnı qoşurlar. Maşınlarla getdilər, gəldilər, 10 səsi imkan vermədi. Səsə də pomikod veriblər. Saat 2-dir. Və görürlər ki, burada nə çadırlar falan var da, qalan var, yatan var. Amma rahat olmağına rahat idi mi? Bəli, məncə rahat idi. Yataq deyək də, şişmə yataq var idi, o rahat idi, o narahat eləmədi. Soyuq deyildi, nəm elə də narahat eləmədi, amma dənizin səsi, dalğanın səsi də adam biraz sözünü açıb narahat edir. Günəş artıq yavaş-yavaş boylanır, üfüqdən görsənir. Rəngi çox gözəldir həqiqətən. Burada kadrda çox belə düşmür, amma belə qırmızı, sarı, çox qəribə bir rəngi var. Səhər-səhərdir, qəşəng bir dənə pomidor yumurta eləyək. Közdə, nə də közdə.
Manqalımız yavaş-yavaş xodlanır. Yandırmaq bu arada çox da asan deyilmiş, çətin imiş. Bunun sadə yollar olmalıdır, belə çətin olmalı deyil. Amma yanır əsas odur ki. Pomidorumuzu qəşəng isti otladıq, duzladıq. Kər yağımız da buradadır. Əsas qalıb bunun nəyə yumurtası. Kömürümüz hazırdır, əllərimə. Hər yerim yanıq-yanıq elədim. Bunu belə qoyaq. Pişənə yaxında bir dənə axırda göyərtisi vuracağıq. Əla. İndən qəşəng iyisi gəlir. Göyərtlərimizdə xırda-xırda doğrayaq. Məncə hazırdır. Artıq hazırdır. Bəh, nə qəşəng görsənir. Göyərtlər də xüsusi dad verib. Pomidor əla, yumurtadakı təmiz kənd yumurtası. Öz məhsulumuzdur. Dad əla. Dönlər o qədər azmışdım ki, balığı bişirdim, biraz video çəkdim, dedim yən yerdə video çəkdim, tamam yadımdan çıxdı, başım qarışdı yeməyə. Video çəkmədim. Balığın dadı bir dənə dadlıydı, xüsusilə də yağda bişirdiyimiz balıq çox dadlıydı. 5 bal üzərindən 5 verərdim, 5 plus verərdim hətta. Oradan çox qəşəng idi. Ümumiyyətlə, kampda bişirilən demək olar ki, hər şey çox qəşəng olur mənə gəlir. Közdə bişirilən, pomidordur, yumurtadır, sucukdur, nə bilim, balıqdır, kababın özüdür. Super. Yeməyimizi yeyək, ondan sonra biraz dincələk. Sonra gələk biraz dərzi içmək. Pomidor yumurta 5 bal üzərindən 5 çox əladır. Dedik, kömürümüz var, közümüz var, heyf olmasın. Bir dənə suzuq atdıq. Bu suzuğun iyisi, bu suzuqlar çox qəşəng olur. Yıxmadım, axşam yatmamışdım, amma küləyə imkan vermir. TNT söktü deyə, günəşlik deyək də, çıxartdım günəşliyi, yığdım ki, uçmasın çadır. Hal-hazırda da külək çadırı yellədir. Dünənlər gəldik, gec gəldik biraz. Deyək, çadır zadda hazırlayaq, sabah onsuz da burada qalacaq. Sabah hava yaxşı olar, dadını çıxararaq, amma çox təəssüf ki, hava küləklidir. Ona görə çöldə oturmaq heç olmur, çimmək ümumiyyətlə olmur, dağa imkan vermir. Küləkli havada da çox da bir istirahət eləmək olmur açığı. Məcbur zakuskalarımız da var idi. Zakuskadan almışdım bu arada, aşağıda taq eləyəcəm. Zakuskanın məzələrini, dadlı məzələrini çadırın içinə qoyduq. Dediyək, sonrası burada büyüncülvarı atışdıraq, dadına baxaq. Sonra yavaş-yavaş yer yığış eləyək, gedək. Çünki bu küləkli havada istirahət eləməmiz çətin alsın. Yavaş-yavaş başlayırıq yığmağa. İçini tam olaraq boşaltmışıq, doldurduq maşınlara. Belə sökməyini çəkməyəcəm çünki çox yorulmuşam. Amma növbəti kampımız məncə daha maraqlı olacaq. Bir də kampın kadr arxasını çəkirəm sizlərə. Təzədən gətirdik, boşaltdıq. Maşına hər şey görürsünüz. Nə qədər şey var. Boşaltdıq bura, bundan hamısını bir-bir səliqə ilə təzədən təmizləyib yerinə yığacaq ki, növbəti kampa getsək, hər şey hazır vəziyyətdə olsun. Yəni hər şey bir-bir səliqə ilə təmizləyib qoyacağıq. Gedəndə bir maşın getmişdik, hər şey yerləşdirmişdik. Gələndə 2 maşın yerləşdirdik. Məcbur, çünki hava çox küləkli idi. Orada toz torpağın içində idi, imkan yox idi təmizləməyə. Ona görə atam sağ olsun gəldi köməyə. Hər zaman olduğu kimi gəldi köməyə. Atam maşını da düşlədik. Düşləndən sonra mənim şimdi bağda həyətdə tökülür hər şey ki, bir-bir yığaq səliqə ilə. Çətin idi. Danışımdan da serisi yəqin ki, çox çətin idi. Çünki toz, torpaq, qum, külək, yəni diskomfortluq var idi. Ona görə çətin oldu. Həm də bizim birinci kampımız idi deyə bizim üçün ilk idi, təcrübə idi. Yəni çatışmayan bəzi nüanslar var, götürmədiyimiz bəzi əşyalar var idi ki, onları mütləq götürməliydik və lazım gəlməyən bəzi əşyalar var ki, onları götürməliydik, amma onları götürmüşdük. Yəni bizim üçün təcrübə oldu, maraqlı oldu. Ən azından gecə o dənizə qarşı balıq yemək, səhər durub o pomidor yumurta yemək dənizə qarşı möhtəşəm bir hisslər idi, əvəz olunmazdı. Bu qədər bayağı bir düşünün ki, evinizi daşıyırsınız dənizin qırağına da. Yəni belə bir şey olur. Əgər bir günlük qalacaqsınızsa. Özünüzə yaxşı baxın.
Video bəyənməyi, abunə olmağı və yazmağı unutmayın. Növbəti videolarda görüşənədək hələlik. Sağ olun.